Azərbaycan kimi konservativ cəmiyyətdə nəinki qızlar, elə kişilər də yazıq olub. İstədiyi peşəni seçə bilmir. Çünki nələrsə ona mane olur. Qonum-qonşu faktoru, qohum-qardaş faktoru. Sevdiyi qızla evlənə bilmir, çünki sapazda evdə dayı qızı, xala qızı faktor olub. İndi düzdür ola bilmir, amma vaxtı ilə olub. Bədənindən uyğun gəldiyi, fikirlərinin uyğun gəldiyi, əylənə bildiyi qadınla evlənə bilmir, çünki cəmiyyətin tabu saydığı o qızlıq pərdəsi faktoru gəlir, dayanır göz önündə. Sizə bir kişi kimi hansı kodları aşılayırlar ki, biz hələ də bunları aşa bilmirik? Bizdə cəmiyyətdə təəssüflər olsun ki, hər tərəfdən baskı var. Peşə, sevdiyin insan və s. və s. yəni hamısına müdaxilə olur bir çox ailələrdə. Amma burada paradoks üzə çıxır ki, bu dəyərlər çox da səmimi dəyərlər olmadığı üçün bir saniyənin içində göz yumulur, ortada pul faktoru varsa. Məsələn, valideynlər övladının hansısa işlə məşğul olmadığını istəmirlər. O yaxşı pul qazanana kimi. Plan qızla ailə qurmağını istəmirlər, onun qaynatası varlı olana kimi. Pul o qədər önəmli faktordur ki, bütün dəyər adlandırılan məfhumlar bir saniyənin içində yoxa çıxır. Bu da onu göstərir ki, demək ki, bu dəyərlər əvvəldən səmimi deyil. Sadəcə şablon kimi beynə yüklənib, proqram kimi qoyulub. Ya bunu çox görmüşük də. Yəni yaxşı pul qazanan evladı hamı sevir. İndi təbii ki, bəzi ailələr var ki, onların hansı dəyərləri pulun qarşısında əyilmir. Amma o çox azdır və hətta mənim qızım belə, elə deyən adamlar belə qızı müxtəlif yollarla pul qazanır və həmin ata onun həmin o pullarla aldığı maşını bəhbəhlə sürür, evdə bəhbəhlə yaşayır və hər şey okey olur. Pulun qarşısında həmin dəyərlər, qadağalar yoxa çıxır. Ona görə yəni artıq böyüdükcə, zaman keçdikcə, müəyyən şeylər gördükcə başa düşürsən ki, bizim toplumda bu mentalitet dəyərləri, danışılan mövzuların bir çoxu həqiqətən çox saxtadır. Bəli, səmimi deyil. Heç bir səmimiyyətə söykənmir. Məsəl üçün insan var ki, dindardır, sən onu tanıyırsan şəxsən, görürsən ki, bu insanın həqiqətən dini dəyərləri var və o heç nəyin qarşısında əyilmir. Mən onunla nədəsə razı ola bilərəm, olmaya bilərəm. Bu artıq başqa mövzudur. Amma yəni mən ona hörmət eləyirəm. Bilirəm ki, səmimidir. Öz istəklərində, öz qayda-qanunlarında səmimidir. Amma nə bilim, oğlan bunu eləməz, qız bunu eləməz, amma falan cürdüsə eləyər. O vergül varsa, mötərizə varsa, nöqtə deyilsə, orada səmimiyyətdən danışmaq olmaz.